Çox dəyərli tələbələr, məzunlar, valideynlər, universitetin müəllimləri, jurnalistlər, hər kəsi buradan salamlayıram. Bugünkü gənclərin ən böyük üstünlüyü ondan ibarətdir ki, onlar müstəqil Azərbaycanın gəncləridirlər. Gənclik gələcək sözü ilə assosiasiya olunur. Yəni gəncliyin əsas hədəfi gələcəyi qurmaqdır. Və bugün də həm də ona görə xoşbəxtsiniz ki, burada da deyildiyi kimi müstəqil Azərbaycanın sizə ehtiyacı olduğu dövrdə siz bu universiteti qutarırsınız. Universiteti qutarmaq bir, həm də burada sosiallaşma, sosial birlik əmələ gəlib. Təbii ki, bizim 44 günlük müharibəmizdə də xalq, dövlət birliyinin, həmrəyliyinin bax belə qruplarda, universitetlərdə yaranması əsas nəticənin əldə olunmasına gətirdi, çıxartdı. Bugün Azərbaycan dünyanın ən çox sayılıb, seçilən, adı ən yüksəklərdə səslənən dövlətindən biridir. Hər gün siz televizorda, sosial şəbəkələrdə görürsünüz ki, Azərbaycan böyük bir beynəlxalq tədbirlərə ev sahibliyi edir. Böyük bir COP29 ekoloji məsələlərin dünyanın narahat edən ən böyük məsələlərdən biri təbii ki, ekoloji məsələlər idi ki, bu da dünyanın o 28 COP keçirilmişdi, ən mühüm nəticə məsəl Azərbaycanda əldə olundu. Şəhərsalma forumu, nə bilim, İslam Əməkdaşlıq Təşkilatının, bu yaxınlarda, bu günlərdə, bir həftə bundan öncə burada böyük bir tədbirlər keçirildi. Yəni Azərbaycan yerində saymır. Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil. Bugün həm dünya Azərbaycandan hesablaşır. Amma onu da unutmayaq ki, bunun əsas səbəbi ölkə rəhbəri Ali Başkomandan İlham Əliyevin və Heydər Əliyevin qoyduğu istiqamətlə, yolla getməlidir. Və ümid edirəm ki, burada bu ali məktəbdə təhsil alan və bunu məzun olan gənclər o yolu unutmayacaqlar. Çünki o yol həm sizi, həm də Azərbaycanı işıqlı gələcək aparır. Ən əsas məsələlərdən də biri, burada da bir daha deyirəm, söylənildi, Qarabağda quruculuq işləri gedir. Daha çox sizin ixtisasa ehtiyac var orada. Amma ümid edirəm ki, biz Şərqi Zəngəzurda Qarabağımızı da, Naxçıvanımızı da Azərbaycanımızla yanaşı sizin tarixinizə daha bir şərəfli missiya yazılıb. Biz Qərbi Azərbaycana da qayıtdıqdan sonra oranı inkişaf etdirmək missiyası yəqin ki, sizin boynunuzda düşəcəkdir. Ona görə də siz daima öz üzərinizdə işləməli, çalışmalı. Nəinki Azərbaycana bir dünyanın layiqli insanı olmaq şərəfini həmişə özünüzdə bir çiynənizdə yük kimi qəbul eləməlisiniz. Dünya bugün yalnız Azərbaycandan və ondan ibarət deyil. Bugünkü insan süni intellekt əslində, bugünkü o transformasiyalar dövründə yalnız öz lokal mənada çalışmaq artıq öz funksiyasını itirib. Və ümid edirəm ki, siz bu missiyanın da öhdəsində layiqincə gələcəksiniz. Mən bir daha bütün sizin bu günə qədər əziyyətinizi çəkən müəllimlərinizə təşəkkür edirəm buradan. Bugün sizin valideynlərinizə təşəkkür edirik ki, ta orta məktəbidən sonraki dövrdə təbii ki, bugünkü təhsilimizin problemlərindən biri olan o repetitorluqdan tutmuş, ta bu gün məzun olana qədər əziyyəti çəkən valideynlərə təşəkkür edirəm buradan. Və ən sonda da sizə təşəkkür edirəm ki, siz bugün dünən aldığınız o estafeti gələcək nəsillərə layiqlə ötürməyi bacarmışsınız. Təbrik edirəm. Bir daha yaşasın Azərbaycan, yaşasın İlham Əliyev və Azərbaycan gəncliyi.